Deyəsən rəisi işdən çıxardıblar, bu da ondan ayrılıb təzə rəis axtarır. Nigar Fərhad işçi axtarır. 3000 maaş, evli olmasın, övladı olmasın. 3000 maaş verir. Gələ 3000 verməyəcəksən sən. Always taken if some abdominal tissues are being illegal. Məhəmməd ürəkdir, ürəyimiz bizim. Salam dəyərli dostlar, xoş gördük. Əziz dostlar, həmişə videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın. Aklas dondurmaları, keyfiyyətə önəm verənlər üçün. Dəyərli dostlar, biz Çindən, zavodlardan, fabriklərdən istədiyiniz malı topdan şəkildə alıb sizə gətirə bilərik. Aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlamağınız kifayət edir. Avtomobillə gətiririk əziz dostlar. Hətta gömrük eləyib sizə tam təhvil veririk. Okay, why do we need biopsy? Biopsy is always taken if some abdominal tissues are being illegal. Əziz dostlar, təbii ki, heç kimin geyiminə qarışa bilməz. Bu doğru deyil. Mən bunun tərəfdarı deyiləm. Yəni, yanlış anlaşılma olmasın deyə bunu deyirəm öncədən. Əsas önəmli olan bir həkim, bir polis, bir nə bilim, hər hansı bir peşə sahibi işini vicdanla yerinə yetirirsə, xəstələrinə zərər vurmursa, məsələn bu həkim kimi, Kəmalə Heydərova kimi, zərər vurmursa, işini yaxşı görürsə, onun nə qeydiyi bizim üçün önəmli deyil. Yəni, insandır, özü bilər. Önəmli olan onun bizə zərər vurmamasıdır və yaxşı müalicə eləməsidir. Bu xanım da həkimdir. Həkimdir, İngiliscə nəsə danışır, bilmirəm, xaricələrə xidmət edir yəqin ki. Burada məqam nədir? Bu tip geyinib, bu cür reklam eləmək. Biz həkimləri adətən bilirik ki, biraz belə ciddi bilirik də, yəni toyda, şənlikdə neysə geyinə bilər, özü bilər. Amma bir həkim kimi xəstələrə məsləhət verirsə, neysə tövsiyə eləyirsə, tibbi olaraq, artıq xəstələrin fikri şeydə qalmır. Əsasında kişi xəstələrin fikri bu tövsiyələrdə olmur. Başqa şeylərdə olur fikirləri. Yəni, bir doktor olaraq, həkim olaraq biraz geyimə fikir vermək lazımdır ki, bu cür reklam olunmağı doğru deyil. Açığı fikirləşdim, bəlkə bir videosunda belə nədən adı, bu tipdə video çəkir, dedim, bəlkə harasa tələsirmiş, toya gedirmiş filan, deyib ki, tez bazar bir dənə video çəkim, paylaşım. Sonra gördüm ki, yox, səhifəsində çoxdur belə şeylər. Məsələn, bu var, sonra bu var, bu var. Açığı birinci dəfədir belə həkim görürəm. Həkim özünü belə reklam eləməməlidir. Yəni, tövsiyə olunmur. Yenə edirəm, önəmli olan vicdanlı həkim, savadlı həkim olmasıdır. Geyimi önəmli deyil. Amma bu cür reklam eləməyi də tövsiyə eləmirəm. Özünü bu cür reklam eləməməlidir bir həkim. Bu Müjgandır, tanıyırsınız da, o vaxt rəisin mahnısı yazmışdı. Mən sənə aşiq rəisim, sən mənə aşiq. Deməli, rəisi var idi, bunun sevgilisi idi. İndi açıqlama verib ki, mənə aylıq 60 min xərcləyən bəy istəyirəm. Bu onun borcudur, Müjgan deyib. Bilmirəm, bu nə şeydir, bu nə arzu istəkdir. Nəysə, deyib ki, mən özüm elə 30-35 min qazanıram, xərcləyirəm, 60 min xərcləyən bir bəy olmalıdır ki, mən o ilə sevgili olum. Bəs sənin sevgilin var idi, rəis nə oldu? İşdən çıxartdılar onu deyəsən. Deyəsən, rəisi işdən çıxardıblar, bu da ondan ayrılıb təzə rəis axtarır. Ona görə də 60 min kimin pulu? 60 minə cəmaat gedib şeylə görüşərik, Şakira ilə. Yəni, müqayisə olanda niyə 60 min xərc? 60 min sənə niyə xərcləsinlər ki? Silikon bədənə niyə xərcləsinlər ki? O qədər təbii gözəllər var. Nigar Fərhad işçi axtarır. 3000 maaş, evli olmasın, övladı olmasın. Demişdim ki, bunun haqqında video çəkməyəcəm. Amma 3000 maaş verən deyilsin axı sən. 3000 maaş verən deyilsən sən. Xəbər başlığı belə yazıblar. Nigar Fərhadın paylaşdığı vakansiya sosial mediada müzakirə yaratdı. Tanınmış aparıcı gözlə. Hardan aparıcı oldu bu? Çıxdı 2 gün ARB-də şey elədi, sonra da qovdular, çıxartdılar oradan. Tanınmış aparıcı. Instagramında paylaşıb ki, 20-35 yaş arası subay övladı və sevgilisi olmayan xanımlar əlavə şərtlər arasında 24 saat yanın. 24 saat sən kölə axtarırsan, özüvə nə axtarırsan?
Mamam qoymur, sevgilim icazə vermir kimi bəhanələr gətirməmək də var. Makiyaj kombin zövqü və sürücülük vəsiqəsi üstünlük sayılır. Makiyaj, sən özünə nə axtarırsan ümumiyyətlə, belə pis çıxmasın. Mən bloger Nuranə, bu mahnımı dostu Ruslan Beyin adından Çeçenistandan olan diş həkimi Məhəmməd bəyə əsirəm. Məhəmməd ürəkdir, ürəyimiz bizim. Neyse, bu mahnıya qulaq asan kimi qusmaq tutdu məni. Hər şey bir qırağa, bloger Nuranə, diu həkimi Məhəmməd bəyə əsir. Diyor, ama bu hansı dövrdə qalmısınız siz? Yığışdırın da bunu. W'nu ş kimi yazanlar, ş kimi yazan bu Nuranə yazdığı mahnıdan bilinir ki, sənin hansı savadda olduğun. Neyse, dostlar. Məni ən çox qıcıq eləyən təbii ki, Nigar Fərhadın videosu oldu. Nigar Fərhadın xəbəri oldu. Özünə kölə axtarır, 3000 maaş verir. Gələ 3000, 3000 verməyəcəksən sən. Maksimum 800-900 verərsən ya verməzsən. Sən gözün nə qazanırsan ki? Sən güya nə sahibkarsan ki? Neyse dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik. Hələlik.